بني الإسلام على خمسة أركان في الدين: صوم وصلاة وزكاة حج والشهادتين. شهادة أن لا إله إلا الله وأن محمد رسول الله، إقامة الصلاة، إيتاء الزكاة، وصوم رمضان وحج البيت من استطاع إليه سبيلا. Lübəyini. Lübəyni. Lübəyni şeytanın qızıdır. Allah Taala öz haqlarını bəndəyə tövbə etdikləri zaman bağışlayar. Fəqət qeybətdən başqa. Kiminsə qeybətini etmiş kəs, o şəxsdən halallıq almayınca günahı bağışlanmır və tövbəsi qəbul olunmur. Məhz bu günah və haram işi lübəyni həyata keçirir. Daima qeybət edən insanlarla birlikdə olur. Qeybət elə bir murdar əməldir ki, zahirən çox şirin və maraqlı, batini isə iyrənc və əbədi cəhənnəm alovudur. Qeybəti cəlbedici və maraqlı edən lənətə gəlmiş lübeyninin vəsvəsələridir. Qasim. Qasim. Qasimin əsas missiyası evlərdə, ailədə, insan kollektivləri arasında fitnə-fəsad salmaq və onları bir-birinə vurmaqdır. Məhz onun fəaliyyətinin nəticəsidir ki, neçə-neçə ailələr şeytana uymuş və dağılmış. Yaxınlar və qohumlar arasında acı nəticələrə gətirib çıxaran insidentlər yaşanmış, hətta ölümlə belə nəticələnmişdir. Ən çox ər-arvad və gəlin-qaynana münasibətlərini korlamağa çalışır. Onlara vəsvəsə edir, onun bu vəsvəsələrinə uyanları əbədi fəlakətə düşər edir.
Mətrəş. Mətrəş. Bu şeytan gün ərzində baş verən bütün yalan, dezinformasiya və şayələrin müəllifidir. İnsanları çaşdırmaq, qəlblərə qorxu salmaq, insanlar arasında nifaq salmaq, fitnə-fəsad törətmək və insanları həlak etmək üçün Mətrəş durmadan fəaliyyət göstərir. Bəzən onun yaydığı şayiələr nəticəsində böyük tayfalar bir-birini qırıb sona yetirmişlər. Əl-Hifaz. Əl-Hifaz. Əl-Hifaz insanları səhra və çöllərdə azdırır. İnsanlar səhra və çöllərdə aciz qaldıqları zaman bu şeytan onları azdırmağa çalışır. Belə ki, şeytanın şəhərinə düşən bu insanlar ya vəhşi heyvanlara yem olur, ya çöl quldurlarına rast gəlir və ya səhrada azlıqdan və susuzluqdan tələf olur. Bəzən Əl-Hifaz insan cildinə girərək yol göstərən və ya cəlbedici qadın şəklində insanları imandan saptırmağa və yoldan çıxararaq gündəlik vacibatları belə yerinə yetirmədən fəlakətə düçar etməyə nail olur. Əl-Əvəz. Əl-Əvəz.
Əl-Əvər zina və cinsi əlaqələrə nəzarət edir. İnsanları ən çox harama və günaha təhrik edən amillərdən biri də onda zərər tapmış cinsi istəklər, şəhvət silləridir. Gün ərzində şeytanın zəif insanlarla apardığı ən güclü iş onları cinsi əlaqələrə, zinaya sövq etməkdir. Müxtəlif vasitələrdən, qadınlardan istifadə etməklə kişiləri, kişilərdən istifadə etməklə qadınları həvəsləndirir. Ən çox gəncləri və dul qadınları yoldan çıxartmağa, azdırmağa çalışır. Hətta neçə illərini tək-tənha mağarada keçirmiş zahidlərin, abidlərin belə cinsi hisslərini oynatmaqla zinaya təhrik etmiş və o insanlar əbədi bir zəlalətə düçar olmuşlar. Pozğun əqidəli qadınlar Əl-Əbərin gözlərinin nurudur. Gün ərzində ən çox baş verən günah zinadır ki, Əl-Əbərə həvalə olunmuşdur. Bizdə Fatimənin ətəyindən yapışmışıq. Hər nə Allahdan aloy bir vasitə. Allah deyil, mənim mələklərim. Ondan sonra biz də Allahın rabitəsi daim olaraq. Vaqiz. Allah rahat deyil, mənsimə. Deyil, çəkunəm, özün xarab eləysən. Vaqiz. Vaqiz namaz və təharətlərə nəzarət edir. İnsanın Allaha ən çox yaxın olan zamanı namaza yaxın olduğu zamandır. Bu zaman vaqiz insanın fikrini namazdan yayındırmağa çalışır. İnsanı vəsvəsə edərək onun fikrini müxtəlif istiqamətlərə yönəldir. Bəndə namaz zamanı fəqət Allahı təfəkkür etmək əvəzinə cürbəcür problemləri, gündəlik məişət məsələlərini fikirləşir. Namazı tez bir zamanda bitirməyi düşünür. Uzun səzdələr şeytanın belini qırar və onun fəryadına səbəb olar. Vaqiz var gücü ilə insanı cəld səzdələrə sövq etməyə çalışır. Vaqiz təharəti insanı unutturmağa çalışır. İnsan dəst namaza, üsula, təmizliyə etinasız yanaşmağa başlayır. Tənbəllik edir və nəticədə gündəlik vacib namazlar qəzaya gedir. Soyuq havada qüsul almağı kənara qoyur. Bəzən su biraz uzaqda olduğu halda təyəmmüm də kifayətlənir. Vaqizin ən böyük missiyası insanların namaz qılmaqdan çəkindirmək, həddi buluq yaşına çatmış gəncləri müxtəlif vəsvəsələrlə namazdan uzaqlaşdırmaq, gəncliyi, içkini, müxtəlif eş işləti onların gözündə cilvələndirməklə qəlblərini möhürləndirməkdən ibarətdir. Zələmbur. Balalarının ümididir. Ta Həzrəti Əbu
Onlar şahit olmamıştı, korkmuş meydiler. Hamısı deydi, mesela bir galeriklere buka, Abu Məmur Fəzbar, sen kimə deydi, Abu Məmur Fəzbar'dı. Zəlambur. Zəlambur bazarlara nəzarət edir. Şeytanın ən çox sevdiyi yerlərdən biri də bazarlardır. İnsanlar burada alış-verişlə məşğul olur. Tərəzidə müxtəlif çəkilərdən istifadə edirlər. Hər səhər sübh insanlar hələ bazara gəlməmişdən Zəlambur öz bayrağını bazarın girəcəyində sancır. Bazarda ən sevdiyi insan hamıdan tez gəlib, hamıdan gec gedən insandır. O tacirlərə vəsvəsə edir ki, insanları çəkidə, malda və pulda aldatsınlar. Ən xoşlamadığı insan bazara hamıdan gec gəlib, ən tez gedən insandır. Subhanallah. Burada bir şey bakmışsın. اگر ظلمت بر خورشید جد چون خورشید تاریکی آنان آفرید خوبان خورشید عالم بودن انبیا خورشید عالم بودن اولیاءالله خورشید عالم بودن همان زیارت آریات نقمه چند بود واجدن جامعه متصل ایزا خورشید عالم وجودن والحمد لله ولا إله إلا الله والله أكبر الله أكبر الله أكبر الله أكبر الله أكبر Allahu Ekber. Esselamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve ali. Filmi təqdim etdilər. Rejissor Fərid Məmmədov, filmdə iştirak etdi Nicat Məmmədov, mətni hazırladı Fərrux Əliyev, mətni səsləndirdi Amil Səmədov.